Bismillah. Budur yanvar ayı üçün bürclərin ən güclü pul kodları və rəqəmlərlə və necə istifadə olunmalı olduğu ilə birlikdə. Qoç, güc günü çərşənbə axşamı istifadə qaydası. Pulu istədiyin zaman bu rəqəmləri 3 dəfə pıçılda və cibində daşıdığın kağıza yaz. Xüsusilə səhər saat 8:00-dan 9:00 arası təsirlidir. Güc günü cümə istifadə qaydası. Bu kodu telefonun ekran qoruyucusuna yaz və gün ərzində tez-tez gör. Pul enerjisi aktivləşir. Əkizlər, güc günü çərşənbə istifadə qaydası. Bu rəqəmləri kağıza yaz, pul qabına qoy. Danışaraq niyyət etsən daha çox güclü olar. Xərçəng, güc günü bazar ertəsi istifadə qaydası. Axşam yatmazdan əvvəl bu kodu 7 dəfə oxu və gözlərini yum. Şir, güc günü bazar istifadə qaydası. Güzgüyə baxaraq bu rəqəmləri de və pul mənə asanlıqla gəlir söylə. Qız, güc günü cümə axşamı istifadə qaydası. Bu kodu yaz və iş masasında saxla. Pul planlı şəkildə gələcək. Tərəzi, güc günü cümə istifadə qaydası. Pul xərcləmədən əvvəl bu rəqəmləri içindən oxu. Əqrəb, güc günü çərşənbə axşamı istifadə qaydası. Bu kodu qara və qırmızı qələm ilə yazmaq təsiri artırır. Oxatan, güc günü cümə axşamı istifadə qaydası. Bu rəqəmləri yüksək səslə oxu, xüsusilə səhər-səhərlər. Oğlaq, güc günü şənbə istifadə qaydası. Pul kisəsinin içinə yazılıb qoyulmalıdır. Dolça, güc günü şənbə istifadə qaydası. Telefon qeydlərinə yaz və hər gün bir dəfə oxu. Balıq, güc günü bazar istifadə qaydası. Bu su içərkən bu rəqəmləri ürəyində tut. Qızıl qayda çox vacibdir. Kodları niyyətlə oxu, gündə maksimum bir dəfə. Şübhə etmə, inam enerjini açır. Şübhə etmə. Yanvarda ən güclü saat 7:00-9:00.